Sayt və sosial şəbəkədə cəmiyyətə qarşı açıq hörmətsizlik hərəkətləri qadağan edilib. Bugün TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna dəyişikliyi təsdiqləyib. Belə ki, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.